İnşallah başlayaq. Hə. Deməli, bugünkü mövzumuz yarış olaraq əlavə eləmişəm mövzunun özünü də stack QDQ yazmışam adına. Bunları keçəcəyik, nə olacağını, nələr də onları deyəcəyik bu mövzular. Başlayaq birinci stack nədir onu deyək. Belə stack vektoru çox oxşuyur. Stack. Bax, belə deyim, qoy bir də şəkillə çəkib göstəreyim. Deməli, bu necə bizdə var. Təsəvvür eləyək, bizdə var bir dənə silindr şəklində bir dənə qabı var. Bu silindr şəklindəki qaba sən atırsan toplar üst-üstə yığılır. Belə məsəl üçün. Bax, birinci topu atdın, topun nömrəsi gəl deyək, topun nömrəsi 2-dir. Sonra ikinci topu atdın. Topun nömrəsi olsun 5 olsun gəl. Üçüncü topu atdın. Topun nömrəsi olsun 3. Bunu da atdın. Olsun nömrəsi gəl 7 deyək lap. Elə təsəvvür elə ki, bax silindr şəklində bir dənə qabdır. Yuxarıdan belə topları atırsan üstündən. Bir dənə söz deyim. İlk atdığın top ən yuxarıda olacaq, olsa ən altda olacaq. Ən altda müəllim. Ən altda. Aha. Bəs indi ilk çıxaracağın top buradan çıxartmağa başlayırsan. Elə buradan da çıxardırsan. Bir tərəfi açıqdır, yalnız bu tərəfi açıqdır. Qalan tərəflərin hamısı bağlıdır. Bunların hamısı bağlıdır. Bircə dəfə yuxarı tərəf açıqdır. Yuxarı tərəf açıqdırsa, ilk çıxaracağın top son atdığın topdur, yoxsa ilk atdığındır? Son. Son atdınız. Hə. Bax, buna nə deyirlər indi stackdə? Deməli, əlavə eləməyə deyirlər push. Bu U-dur da, push. Əlavə eləməyin. Vektorda var deyə pushback. Burada sadəcə push olacaq. Elə bir şey topu atırsan bura. Sonra ən yuxarıdakı topa deyirlər. İnci isə yuxarı top deməkdir. Bu top o top deyil ha. Bu yuxarı mənasında elə deyirəm. Mən nümunə olaraq top dedim, amma buradakı top inci isə yuxarı deməkdir. Top, məsələn, top students, ən yaxşı şagirdlər elə ən yuxarıda olan. Top burada ən yuxarıdakı ədəddir. Burada ən yuxarıdakı ədəd nə olar sizcə? Top hansı ədəd olar? Ən yuxarıdakı ədəd? 7. 7. Yəni bir sözlə belə deyək, top ilk atdığında yoxsa son atdığın? Bəs aşağıdakı ədəd necə olar? Hə, ona bir aşağıdakı ədəd 2-dir, amma onu tapmırıq stackdə. Stackdə yalnız bunlara baxa bilərik. Stackdə bu 2-ni baxmaq üçün gərək bu 7-ni, 3-ü, 5-i silməliyəm. Silmədən mən 2-ni baxa bilmirəm. Gərək 2-ni elə bil ki, ən yuxarıda olanda baxa bilərəm. Stack yalnız buna baxır. Stackdə indeks yoxdur, əlavə eləmək var. Top deyəndə hansı elementi nəzərə alınır? Ən yuxarıdakı, yəni son əlavə elədiyin. Sonra ən yuxarıdakı elementi silmək üçün də bu əməliyyat var. Pop yazılır. Bu da ki, adları oxşardır. Top ən yuxarıdakıdır. Pop da ən yuxarıdakını silir. Pop. Belə yazılır. Hə, bu da ən yuxarıdakı elementi silir. Məsələn, ən yuxarıdakı elementi sildim, 7-ni. İndi top nə olar? Yəni ən yuxarıdakı indi nə olar? 7-ni siləndən sonra. 3. 3. Ay sağ ol. 3-ü də silsək, indi ən yuxarıdakı olacaq 5. Elə. Ki, bir dənə yazmağa çalışaq nədir? Deməli, stack belə yazılır, elə stack. Tipi tam ədədlərdir, yəni int. Biz dostlar define int long eləyirik, hər dəfə long olaraq başa düşür. Əlavə eləmək nə idi? Nəyindən əlavə edirdik? Pushback yox, nə idi? Sadəcə pushun özü. Sizcə birinci
7-ni əlavə eləmişəm, yoxsa 2-ni? Nə yazım? Push nə? Bunu qurmaq istəyirəmsə. Birinci 2 yazım, yoxsa 7? 2. 2. Bir dəqiqə, səsini alın bunu. 5. 2, 5, 3, 7 idi. Ölçüsü budur, S size. S empty-dəki boş olub olmadığını yoxlayır. Bunlar hamısına var onsuz da. Push dediyi əlavə eləyir. İstəqə. Əlavə eləyir. Nəsə. Size ölçüsü. Bu boşdurmu? Sonra ən yuxarıdakı element topla, yəni top nədir? Sonuncu əlavə etdiyim. Top budur, bax, sonuncu əlavə etdiyim. Amma topu silmək nə idi? S.pop idi. İndi belə yazılır. Adları oxşardı. Top çaşdırmasın. Bu da ki, nəyi silir? S.topu silir. Topu silir. S.topu silir də, yəni. Elə bunlar var. Stackdə yalnız bunlar var və indekslər yoxdur. İndekslər yoxdur. Yaxşı, bir dənə kod yazıram. Tapmağa çalışın cürə nədir o? İndi burada S.top versəydi hansı ədədi verərdi dediniz? 2. 7. 7. 2 yox 7. Mən indi burada düz deyə belə 2 yuxarıda görsəndir, amma əslində 2-ni ilk atmışam da mən bura, düzdür? Elə 7-ni verir. İndi nəyi verər? Silmişəm ha, bax S.pop yazdım, sildim. Müəllim, bəs Üç. S-pop nədir? Burada S-topu silir. Elə bir ki, 7-ni mən bu qabdan götürdüm. 7-ni qabdan götürəndə ən yuxarıdakı elementi nə olur? 3. Elə, başa düşdün necə? 7-ni elə bir ki, götürürəm, silirəm. Silmək deməkdir S-pop. S-topu silir, götürür, çıxardır, yəni hər nədirsə. Başa düşdün? Müəllim. Hə? Müəllim, orada deyəcəyi indekslər yoxdur. Necə yəni? O isə anlamadım. İndekslər bax budur. Elə bir ki, formla gəzib, sıfırdan, nə bilim, S-size-ə qədər SI yaza bilməzsən. SI yoxdur da, yəni, stackdə. Yəni, müəllim, for dövrü ilə 10 içində nə qədər olduğunu tapa bilmirsənsə, Formla tapamırsan, amma içini başqa cür gəzmək olur. İndi içini necə gəzmək olar, onu deyəcəm. Amma belə SI yaza bilməzsən stackdə. İndeks odur da, I tutaq ki, stackdə S-dirsə SI olmur da. Stack indeks onu deyirəm. Yaxşı, bir dənə deyək, S.push, tutaq ki, 9. İndi sizcə hansı olar? Bax, burada 7-ni vermişdi. Burada neçəni vermişdi? 3-ü vermişdi. İndi nəyi verər? 3-ü yoxsa 9-u yoxsa 5-i yoxsa 2? 9'u verir. 9-u. Çünki nəyə görə 9-u? Mən 7-ni sildim. 7-ni siləndən sonra 3 yuxarıda idi. Amma 7-nin yerinə 9 əlavə elədim də. 7-nin yerinə 9 əlavə eləyəndə 3-ün yuxarısı artıq 9-dur. Ən yuxarıdakı elementdəki 9-dur. Çünki nə demişdik? Sonuncu əlavə etdiyim. Əgər onu nə qədər ki sonuncu əlavə etdiyimi silməmişəmsə, cavab elə sonuncu əlavə etdiyimdir. Yox, sonuncu əlavə etdiyimi silmişəmsə, bu əməliyyatdan S.pop-la, onda axırdan ikinci əlavə elədiyimdir. Elə. Burada 9 verəcək. Yəqin çatdı niyə 9-u? Yaxşı, bir dənə də belə bir şey yazım. Burada 12 olsaydı, 9-u verərdi, 12-ni verərdi. 12-ni müəllim. 12-ni, hə. Elə yalnız bunlar var. Əslində sözün düzünə qalsın. Müəllim, Hə, de. S-top yuxarıdakidir. S-top, hə, sonuncu əlavə elədiyimdir. Ən yuxarıdakı. Elə bir ki, sonuncu əlavə elədiyim, amma hələ silmədiyim. Yəni, bunların içərisindən hansını axırıncı əlavə eləmişəm, amma hələ indiyə qədər silməmişəm. S-top odur. Hə. Belə deyək. Əslində, vektorda da bunlar var.
Çox da stack yenə vektorda yazmaq olar, əgər lazımdırsa. Vektorda pushback var idi. Stack bax, mən indi sual varsa soruş, əl qaldırma. Hə. Bax, stack'i mən belə düşündüm indi yuxarıdan aşağıda. Bu formada. Əslində belə də düşünmək olar düz şəkildə. Ədədləri əlavə edirsən buradan, ədədləri çıxarırsan bu tərəfdən. Necə? Məsəl üçün 2-ni əlavə elədin. Yox, bax. Bir dəqiqə səhv dedim. Bu qabı elə bir ki, belə çevirməyə çalışsan, bu qabı bir dənə belə çevir. Əydin də elə bir ki, burada. Onda vəziyyət necə olur? 2 burada, 5 burada, 3 burada, 7 burada, elə. Elementləri əlavə edirsən hansı tərəfə? Sola əlavə edirsən elementi, sağa əlavə edirsən. Bax, 2-ni hansı tərəfinə 5 yazdı? 5-in hansı tərəfinə 3 yazdı? Yəni, yeni elementi sola əlavə edirsən, sağa əlavə edirsən. Hə? Bax, sonuncu element 7-dir. Yəni, bunu hansı tərəfə əlavə elədik? Sağa. Sağa əlavə edir və eyni zamanda sağdan da silir. Stack odur, bax. Stack elementi əlavə edir axıra və axırdan da silir. 2, 5, 3, 7. Axırdakı 7-dir. Silmək istəsəm 7-ni silərəm. Sonra 9 əlavə eləsəm hansı tərəfə əlavə edirəm? Bura, yoxsa bura sizcə? Sağ tərəfə. Sağ tərəfə. 9 əlavə elədim. İndi axırdakı elementdəki 9-un özüdür. Elə ki, bu qabı yerə atdım da. Yerə çevirdim belə. De belə. Əydim yerə. 2, 5, 3, 7, 9 tutaq ki. Bu vektor da elə bil ki, hələ də başa düşmək olar. Vektorda yalnız sağa əlavə edib sağdan silirsən. Amma vektorda indeks də var deyə. Stack çox da yəni əl çatan deyil deyim. İndi əl çatan o deməkdir ki, yəni istifadə etməyi istəsən vektorda yaza bilərsən yerinə. Necə? Məsələn, ən axır əlavə eləmək nə idi? Pushback idi vektorda. Ən axırdakı element nə idi bəs? Ən axırdakı element v.backdir. Bəs ən axırdakı elementi silmək nə idi vektorda? v.popbackdir. Yəni bu əməliyyatlar vektorda başqa adlar var. Vektorda push'un yerinə pushback yazıram ən axır əlavə eləmək üçün. Back hansı elementdir vektorda? Back bax sağdakı elementdir. Back sağdakı elementdir vektorda. Front isə front. Nə deməkdir ingiliscə front? Ön deməkdir də, öndəki. Frontdakı Soldakı 2. hə, aysa. Popback isə nəyi silir? Elə adından da məlum olduğu kimi back'i. Sağdakıdır. Yəni belə. Stack'in yenə dedim vektorda yazmaq olar, problem yoxdur. Hə, həm də vektorda indekslər də var. Amma mövzu cəhətdən stack'i də bilməliyik nə olduğunu. Yalnız bu əməliyyatlar var ha stack'da. Başqa heç bir əməliyyatlar yoxdur. Bir dənə məsələ işləməyə çalışaq. Burada yarış açılıb. Yarış görsəniz sizdə bu yarış. Yəqin ki, görsənər. Görsənər. Ya birinci məsələ bax. Birinci məsələni işləyək. Deyir, girişi belə daxil edir. Əməliyyatlardır. Push x yazanda x-i də stack əlavə elə. Pop topu silir. Topdakı ən yuxarıdakı elementi verir. Topu isə silmədən verir. Top əməliyyatı ən yuxarıdakı elementi verir, amma silmədən verir. Bir dəqiqə baxaq. Şərtə başa düşdüyüz əməliyyatların mənasını yazıb. Push əlavə eləməkdir. Məsəl üçün, eləyək. Deyir, 5-i əlavə elə. Bir dəqiqə. Dediyini yazmaya çalışaq. Deyir, 5-i əlavə elə, elədim 5-i. 2-ni əlavə elə, elədim. İndi top deyir, ver. Hansı elementdir top burada? 2. Aha, çıxışı 2-ni verəcəyik. Sonra deyir pop. Neyniyən yəni? 2-ni sildik. 2'ni sil. İndi top deyir. Hansı elementdir top? 5. 5, aha. İndi pop dedi. 5'i sildik. İndi top deyir. Burada boşdur stack. Nəsə var burada? Yoxdur. Deyir, boş olanda stack heç də vermə çıxışa. Push 7-ni əlavə elədi. Top dedi. 7-nin özüdür. 2, 5, 7. Çıxışa nə verdi?
2, 5, 7. Şərti anladıq. Girişi necə daxil edəcəyik? While ilə. Çünki nə qədər dediyini verməyib, nə qədər ki, girişdə string var. Elə. Ayda. Elə daxil edəcəyik girişdə. Top yuxarıdakı, pop da yuxarıdakını silir. Elə. Yazmağa çalışaq. Sual ver. Əl qaldırma. Şata baxın bir də. Sək massiv deyil, nə? İndi Aşağıdakı. hə, dünəndə çata bax aşağıdakı. Dünəndə atdım da kodu da. Bir də mənə çata niyə göndərirsən? Yazanda ataram da. Qoy bir dənə bunu yazarım sonra. Narahat olma. Sözünü elə denən, bir də çatı açıb baxmayın o. 2 dənə söz idi. Hə, deməli bizdə var string A. Belə daxil edirəm. Çünki girişdə nə qədər var onu bilmirəm. Bu daha yaxşıdır. Girişdə nə qədər var onu bilmədiyim üçün. Müəllim, orada siz niyə string verdiniz? Bir dənə də denən sözünü tam işləmədim. Müəllim, siz orada niyə string verdiniz? Hə, string deyə budur. Bildin? Anladım. Stringdə A dedim, S demədim. Stack-ə S demək istəyirəm. Əgər push deyibsə, stack-ə nə edirik? Əlavə edirik. Əks halda pop deyibsə, nə deyir? Şərti oxuyaq. Deyir, bütün pop əməliyyatları doğrudur. Bu bilirsən nə deməkdir? Boş olan şeyi sil demir. Heç vaxt boş olandan sil demir. Düzdür, boş olanda top deyib, amma boş olanda sil demir. Onda error səhv olmur. Bax, ümumiyyətlə, stack empty olsaydı, sənə pop əməliyyatı desəydi, neyniyərdin? Stack empty-dir, deyir, ən yuxarıdakı elementi sil. Bax, bu errordur, səhvdir əslində o. Stack boş olanda top və pop işləmir. Stack boş olanda ən yuxarıdakı elementi nədir? Yoxdur. Nəyi silirsən? Yoxdur. Onlar işləmir. Amma deyir ki, bunlar doğrudur. Bütün pop əməliyyatları doğrudur. Ona görə rahatlıq və sən nə yaza bilirsən? Silmək nə idi? Erase idi, yoxsa nə idi? Elə pop idi də. Düzdür. S nöqtə mötərizə açıq bağla da, yəni həmişə elə yazılır. İçində heç nə yazılmır ha bunun. Əks halda da o birisi qaldı da. Push, pop, top qaldı. Topda nə deyir? Boş deyilsə. Bax, gör nə deyir? Əgər boşdursa heç nə eləmə. Boş deyilsə ver. Çünki boş olanda top əməliyyatı işləmir. If nə yazım? Boş deyilsə. Nida is empty. Nə deməkdir nida is empty? Empty boşdursa, nida inkarı deyilsə. Ya da ki, sayı sıfırdan çoxdursa. Elə yaza bilərsən. S sayı sıfırdan çoxdursa. So. Burada mən belə hansı şeylə dayandılar onu bilmirəm. Gözlə. Bilsə nə deyirəm? Mən while sin A yazdığım üçün gələ girişi burada hansı idi ya o? Neynədim mən bir dəqiqə? Bilsə nə deyirəm? Input. Gibi eləyim, gedim kod boxumda run eləyim. Giriş belə olanda göstərəcəm nə demək istədiyimi. Səbirli olun, indi açılsın.
Bildim niyə səhv verir? Burada çünki bunu yazmamışam. Əgər tam ədədə hansı halda daxil edirəm? Mən bütün hallarda daxil etmişəm. Tam ədədə yalnız A nə olanda daxil edirik? Push olanda, düzdür? Burada x tam ədəddir. Yalnız A push olanda tam ədədə daxil edirəm də. Yəni pushdursa x-ə daxil elə, sonra x-ə əlavə elə bura. Başa düşdünüz? Tam ədədi yalnız bu halda daxil edirik. Yoxlayaq. Girişi düzəltdim, səhv yazmışdım. Kodu dayandırmaq üçün Ctrl-C-yə basırsan kod bloksunda 257 verir. Düzgün işləyir. Çünki sən düyməyə bitirdim düyməsini deməsən, proqram qalır. Hələ çıxışı vermir. Niyə çıxışı vermir? Çünki gözləyir ki, hələ davam eləyəcək. Amma sən bilmirsən axı bu nə vaxt. Yəni proqramın özü bilmir də, sən bilirsən. Ona görə deməlisən ki, dayandır. Mən dayandırmağa basmaq üçün Ctrl-C-yə bastım. 257 düzgün verəcək, yoxlayaq şurək atıb. Həlli aydın oldu. Əl qaldırma düyməsine basın, əgər başa düşdünüzsə. Keçək ikinci məsələyə. İkinci məsələdə deyir ki, bir dəqiqə şərti incisə qoyum. Yenə də stackdir, bax. Bir dənə şəklə baxın. Mən dediyim kimi stackdir də. Deyir, 1-ə əlavə elə. Stack boşdur. 1-ə əlavə elədi, ən alta düşdü. 2-nə əlavə elə. 2 1-in yuxarısında. Sonra pop. Yəni nə deməkdir? 2-ni çıxart. Çıxartdı 2-ni. 4-ə əlavə elə. Elə də ən yuxarıya qoydu. 4-ü çıxart, 1-i çıxart. Vəziyyəti başa düşdünüz. İndi burada deyir ki, əməliyyatlar var, deməli, əməliyyatlar var. İki cür əməliyyat var. 1 və 2. Birinci əməliyyat pushdur, əlavə eləmək. İkinci növ əməliyyat popdur, çıxartmaq. Deyir, amma çıxartmasından əvvəl ədədin özünü yaz, sonra çıxart. Məsəl üçün, əlavə elədim 1-i, 2-ni. Hansı əməliyyatı çıxardıram? 2-ni. 2-ni yaz çıxışa, sonra çıxart. Deməli, birinci ədədin özünü tapmalıyam. Pop ədədin özünü tapır, yoxsa birbaşa silir? Hansı ədədin özünü tapırdı? Hansı funksiya? Topdakı ədədi Top ədədi tapır, pop silir, düzdür? Deməli, ədədi silməzdən əvvəl nə etməliyəm? Silməzdən əvvəl tapmalıyam da ədədi. Çünki siləndən sonra həmin ədəd gedir axı. Birinci silməzdən əvvəl top eləyirəm, tapıram ən yuxarıdakını. Sonra silirəm, pop. Başa düşdünüz? Birinci top, sonra pop. Adlar da biraz qəribədir, hə? Müəllim yenə while-nə yazacaq. While-la yox, indi artıq uzunluğu deyib də while-la yazmalar, belə də yazmalar. Bu da 6 deyib, 6 dəfə. For-la yazmalar, while-la da yazmalar. Amma dəqiq biləsən ki, 6 dəfə getsin də. Yəni while sin olaraq yazmayacağam. Başa düşdün necə? Nə qədər ki 6 dəfə elə yazacağam. İndi uzunluğunu Bəli, bildim mən. Hə, elə. Burada çünki 6-nı deməsəydi, yəni proqram nə vaxt bitdi, kefi nə qədər istədi. Onda while yazırsan. Amma indi kefi sadəcə verildiyi ədəd qədər istəyir axı. Ona görə. Deyir, birinci növ əməliyyat 1 yazanda əlavə eləmək deməkdir. Məsələn, 1-in yanında 1 yazıb, o deməkdir ki, 1-i əlavə elə. 1-in yanında 2 yazıb, o deməkdir ki, 2-ni əlavə elə. 1 o deməkdir ki, pushdur. 2 o deməkdir ki, top və pop. İkisini bir yerdə. Ver, sil. Elə. İndi baxın görə nə deyir? Düzdür deyir. Bütün əməliyyatlar doğrudur. Bilsən niyə elə deyir? Bütün əməliyyatlar doğrudur. Hansı halda error verirdi proqram? Stack nə olanda push və top işləmirdi dedik. Stack nə olanda push və top işləmir? Əgər məsələn bax Əgər heç bir element yoxdursa. Ay sağ ol, emptydirsə, element yoxdursa, əla. Yazmağa çalışaq. T-ni əlavə elə. Əgər T nədirsə, T1-dirsə, X-i də əlavə elə. Stack-i də yazaq gəl. X-i də əlavə elə. Push. Stack-i əlavə elədim.
Əgər T2-dirsə indirəm, ən yuxarıdakı element nə idi? S nöqtə. Elementi ver, sil nə idi? Birinci nə? Top. Hə, birinci top, sonra silmə də. Top elementi silir, yoxsa təkcə baxır? Top sadəcə baxır. Hə. Pop baxır, yoxsa Top da silir. silir. Bu dəqiq silir, baxmadan silir. Yəni, baxmadan izləyirəm, yəni sənə elementi göstərmədən də, özü öz aləmindən çıxardır onu tez. Top isə sadəcə sənə elementi göstərir. İkisini eləmək istəsənsə, baxıb silmək istəsənsə, birinci top, sonra pop yazsanlar. Hə, şöyle deyəsən budur. Gəl yoxlayaq. 2, 4, 1. Hə. Bir dəqiqə. C məsələsini eləyək. Burada çoxlu əməliyyatlar var. Bax, diqqətlə baxın. Əməliyyatlar yazıb, adları yazıb. Deyir, push n nə deməkdir? Stəka əlavə eləmək deməkdir. Pop o deməkdir ki, sonuncu elementi sil, amma dəyərini verməklə sil. Dəyərini verməklə sil deyirsə, deməli neyəcək? Birinci top, sonra pop. Back o deməkdir ki, düzdür, stəkdə back yoxdur, məsələnin şərtində back yazılır. Deyir, sonuncu elementi ver. Back yazanda sadəcə hansı əməliyyat eləyəcəm? Sonuncu elementi ver deyir, silmədən. Hansı idi sonuncu elementin dəyərinə baxmaq, silmədən? Top idi də. Sonuncu element topdur da. Hə. Ən yuxarıda olan. Burada pop yazanda top eləyib sonra pop eləyəcək. Çünki deyir ki, sonuncu elementi sil, amma dəyərini verərək sil. Dəyərini verərək sil deyirsə, birinci top, sonra pop. Backdə isə sadəcə top. Size'da deyir ki, elementin size'ını ver. Clear'də deyir ki, bütün stəki sil. Hə, bura gələcək, bütün stəki sil nə deməkdirsə. Exit'də də deyir ki, print by yaz, proqramı sonlandır. Yəni deyir ki, proqram bir sənə vaxt bitəcək. Proqram exit sözünü görənə qədər. Ən sonuncu əməliyyat exit sözünün özü olacaq. Bunu nəyinə daxil edərik? While sin A yazaram, yoxsa yox? Ölçüsünü bilirəm, yoxsa yox? Dəqiq ölçüsünü bilirəm. Bax, düzdür, exitdə dayanacam. Amma exit nə vaxt olacaq bilirəm, yoxsa yox? Yox. Ona görə while sin A-na yazmalıyam. Çünki necə deyirlər, kefi nə vaxt istədi dayana bilər də. İndi burada deyir, exit'i görəndə. Bax. Belə yazın, string A. Sin A. Əgər A exitdirsə, nə deyir proqramda? Deyir, by yaz, sağollaş, cout by və return 0. Sonra bu vaxtda dayanacaq dedik. Pushdursa, tam ədədi daxil elə. Bu da sina artıqdır, while'in içində yazmalıyam. Hə. Pushdursa, ədədi daxil elə, x-ı. Stəkədə daxil elə də, indi ki, push elə. S.push, x. Stəkədə əlavə elədik, bax, bu elementi. Yaxşı. Deyir, əlavə elədikcə push yazdıqsa okey yaz. Elə bir ki, əməliyyatı eləmişəm. Push yazanda okey yaz ki, elə bir ki, əlavə elədim mən bunu stəkə. Yəni, bizə rəy atda, rəy göndər ki, tamam, elədim. Sonra, əgər A nədirsə, push dedi, başqa bax, hansı əməliyyatlar var? Pop. Müəllim, stəklə vektorun nə fərqi var? Deyə bilərsiniz fərqi. Hə, bax. Vektor da əslində ən sonuncu elementə baxır, ən sona əlavə edir və ən sondan silməyi bacarır. Vektordan daha çox şey eləmək olar. Sözün ucuna qalsa, vektor daha yaxşıdır stəkdən. Mövzu olaraq hal-hazırda stəkin olduğunu deyirəm, amma vektorda push yox, pushbackdir. Top yox, nə bilim. Elə bir ki, belə deyim də, stək daha necə bir dəqiqə.
daha sadədir, daha tez işləyir vektordan. Vektor da tez işləyir, amma vektor bunların hamısını vektorla yazma olar. Bax, pushback yazma olar. Stackdə indeks yoxdur, vektorda var. Vektorda, nə bilim, sort da var. Onda soruşa bilərsiniz, bəs niyə vektor istifadə eləmirik? Yaxşı sualdır. Elə mən də deyirəm ki, vektor yaza bilərsən stackin yerinə. Bir yaxud dərsə başlayanda dedim, stack əslində vektor olaraq da yazma olar belə. Bütün bu məsələləri vektorla yazma olar, problem yoxdur. Sadəcə mövzu olaraq stackin nə olaraq başa düşmək üçün stack yazıram. Lap bir dəqiqə maraqlı gəldi. Bir dənə bundan soruşum ki, tutaq ki, mən bildiyimə görə heç bir avantajı yoxdur stackin vektora baxan. Hə, flash update gəlib, zordur ki. Mən heç bunu görməmişdim. Bu gün gəlib deyəsən. Deyir, əslində hə, amma belə normal olaraq yox. Deyir, push burada pushback deyil, pop burada popback deyil, topback deyil, SM, hə, onlar düzdür heç. Amma niyə yox dedi? Tam dəqiq olaraq reserve, capacity control. Ha, burada LIFO yazsa, bax, bilirsiniz bu LIFO nə deməkdir? Last in, first out. Tərcüməsi o deməkdir ki, son, biraz qəribə çıxır. Son girən ilk çıxır. Son girən ilk çıxır bilsə nə deməkdir? Stackə son əlavə elədiyin ilk çıxır elə. Stack in safety. Use direct when you need stack but also inspect lower element. Deyirsən belə deyir ki, yaddaş cəhətdən, zaman cəhətdən, sadəlik cəhətdən stack yaxşıdır, amma belə stackin yenə vektorda yaza bilərsən. Səhv anlamadımsa elə deyir. Çünki mən bildiyimə görə vektor yəni stackin elədiyi hər bir şeyi bacarır. Vektor stackin elədiyi hər bir şeyi bacarır, plus öz bacara bildiklərini də bacarır, amma stackdə indeks falan yoxdur, sort yoxdur, reverse yoxdur, çox şey yoxdur stackdə. Yalnız dediyi şeylər var. Deyir, sadəlik istəyirsənsə, nə bilim, daha sürətli, dəqiq sadəcə stack istəyirsənsə, stack yazmanı daha yaxşıdır deyil, yoxsa belə vektorda yazı bilərsən. Hə. Bax, bunları başa düşdünüz, hansı əməliyyatın vektorda əvəzi nədir? Hə. Hamısını vektorda kimi yazıb da atmaq olar. Lap, elə də yaza bilərik birazdan. Özümə də maraqlı gəldi, buradan belə baxdım. Bax, buraya yazıb O1. Biz zaman keçmişdik də nədir? O1 nə deməkdir? Yəni, bunlar ani baş verir, yoxsa nəsə baş verir, çox ani baş, çox tez baş verir. Elə deyir, eləyir bir əməliyyata. Heç bir zaman aparmır bunlar. Bunu keçməmişəm elə, keçəcəyik amma növbəti dərsdə, DQ. Deyir, əslində vektor stackdə olan hər bir şey var. Məndən olsaydı, vektor istifadə eləyərdim stackin hər bir əməliyyatın üçün, hə. Stackin hər bir əməliyyatı üçün vektor istifadə edə bilərdim və zaman limiti olmayacaq ki, yenə də düzgün işləyəcəkdi. Müəllim, bəs pop nədir pop? Pop silir, ən yuxarıdakı elementi silir. Sonuncu elementi, sağdakı, ən axırıncı əlavə elədiyin elementi silir. Belə. Gəl davam eləyək. Deyir ki, əgər popdursa, neynə deyir? Sonuncu elementi sil, amma dəyərini verərək sil. Dəyərini verərək sil deyirsə, bir dəqiqə. S nöqtə. Müəllim, stackda olur S push, amma vektorda olur və pushback. Hə. Bu əvəzini yazıb yəni deyir. Bu əməliyyatın vektorda əvəzi budur. Hə. Müəllim, amma bizə bu stackin komandalar lazım olsa və imtahanda yıxsa, məncə vektoru istifadə eləməsəydi olar, çünki bunun komandaları daha qısadır. Necə xoşlusansa. Amma yəni belə bil ki, vektoru bunları bilsən, stacki bilməsən də olar. Vektoru bilsən, stacki bilməsən də olar. Başa düşdün necə? Çünki vektorda indekslər falan da var. Daha rahat. Ümumiyyətlə vektoru
Normalda məsələlərdə stack daha çox istifadə olunur, yoxsa vektor? Təbii ki, vektor. Çünki vektorda nə bilim massivi daxil eləyirsən, massivin üzərində əməliyyatlar eləyirsən. Vektor elə massivin özüdür də, sadəcə ölçüsü dəyişə bilən massivdir. Massivlərin əvvəlcədən ölçü deyirsən, həmin ölçünü dəyişmirsən. Amma vektorda ölçünü dəyişə bilərsən. Pushback eləyəndə ölçüsü 1 vayd artır. Sonuncu elementi siləndə ölçüsü 1 vayd azalır. Elə. Vektorda yazılıb və pushback. Back nə üçün lazımdır? Back ən sonuncu elementdir, sonuncu əlavə elədiyin element. Top odur da, elə bir ki, ən yuxarıdakı, ən sonuncu element. Bir dəqiqə. Bir... Cümləni düzgün yaza bilməyəcəm, amma nəsə. Elə belə özü başa düşəcək yəqin nə demək istədim. Deyim ki, əgər vektor istifadə etsəm, zaman limiti və ya memory limit olar, yoxsa olmaz. Deyir, problem yoxdur. Deyir, hətta səs gəldi sonra. Deyir, vektor istifadə etsəm, problem yoxdur. Hə. Hətta yazdığımız bütün əməliyyatları vektorda da yaza bilərik. Amma nümunə olaraq stackin nə olduğunu başa düşəkdə bu məsələni stackdə yazacağam. Hə, davam eləyək. Əgər boş ola bilər görəsən pop eləyəndə. Baxın ki, nə yazır? Pop, burada boş deyir. It is guaranteed. Pop deyir ki, bütün pop və back əməliyyatları doğrudur. Yəni o deməkdir ki, boş deyil. Ən azı bir elementi var deyir. Yəni burada if is empty yazma ehtiyac yoxdur, if is not empty yazma ehtiyac yoxdur. Tamam, davam edək. A əgər backdirsə, sonuncu elementi ver deyir. Sonuncu element s.topdur. If əgər idi, out-da çıxışa veririk. Hə, deyir, sonuncu elementi silməzdən əvvəl çıxışa ver, back yazanda da sadəcə sonuncu elementi çıxışa ver. Hə, davam eləyək. Müəllim, siz C məsələsini eləyirsiniz? C-ni, hə. Üçüncü məsələ. Size olanda deyir, sadəcə ölçüsünü verir. Ölçüsü nə idi elə? S.size idi sadəcə. Baxaq, başqa hansı? Çıxışa veririk. Clear deyir. Clear əməliyyatı var heç stackdə. Vektorda var. Vektorda vector.clear nə edir sizcə? Deyin görək. Bütün vektoru... Clear boşdur da. Müəllim silir. Təmizlik silir. Müəllim içinə hər hansısa bir əməliyyatı yazırıq. Hər hansı müəllim. Hə, bir dəqiqə Faik sakit dur. Birisi desin sonradan sən danışasan. Hə, de. Müəllim, vektorda empty var. Onun içinə biz hər hansısa bir ədəd yazırıq. Əgər find istifadə eləmiriksə, o bütün əməliyyat, o ədəd olanları silir. Yo, erase idi. Bildin nə deyirsən? Multisetdə erase var idi. Yox, bax, erase ayrıdır, clear ayrıdır. Erase bir elementi silir. Məsələn, ok yazılıb. Ok nə üçün lazımdır orada? Ok məsələdə deyir ki, bax, push eləyəndə sadəcə bizə bildir ki, hə, push elədin, okey yaz. Elə belə deyir ki, yəni bizə cavab göndər ki, hə, əlavə elədim mən stackimə. Elə, məsələdə onu deyir ki, push eləyəndə okey yaz. Bax, erase ayrıdır, clear ayrıdır. Erase silmə əməliyyatı. İndiyə qədər silmə əməliyyatı deyəndə biz nə keçirdik? Erase eləyirdik. Clear isə bütün başdan ayağa hamısını empty eləyir. Clear multisetdə də var, setdə də var. Sonra bu vektorda da var. Vektorda, setdə, multisetdə, mapdə hamısında clear var. Clear nə edir? Bütün başdan ayağa hamısını silirsə empty eləyir. Hər bir şeyi empty eləyir. Başa düşdünüz nə edir? Elə ki, heç toxunmamısan. Stackdə üçün clear olmur. Stackdə. Stackdə clear olmur. Stackdə clear olmur. Clear əvəzə nə yaza bilərik sizcə? Bütün elementləri stackdə necə silmiyorlar? Düşünün, tapa bilərsiniz yəqin ki. Müəllim pop komandası ilə. Pop komandası nə qədər eləməliyəm? Gərək? Qurtarana kimi. Ölçüsü qədər. Elə bir ki, S-size qədər S-pop eləməliyəm. Düzdür? Hə. Məsələn, stackdə 7 dənə element varsa, nə qədər element silməliyəm? Elə 7 dənə. Ya da ki, belə yaza bilərəm. While nə qədər ki, stack boş deyil, not empty. Neyini? S.pop.
Bu nə deməkdir? Stack boş deyilsə sil. Hətta bütün elementlərə necə baxmaq olar? Biz demişdim ya, for yazmaq olar yoxsa olmaz stackdə. For dediyim yəni elə bil ki, indeks olaraq. Yazmaq İndeks olmaz müəllim. İndeks İndeks yoxdur olmaz. şey stackdə. İndeksin əvəzində belə bir şey yaza bilərsən. Bu nə deməkdir? Əgər istəsə, stackdəki bütün elementləri ver. Bilirsən necə stackdəki bütün elementləri ver desə. Məsələn 9-u verəcək çıxışa, sonra siləcək. 3-ü verəcək çıxışa, sonra siləcək. 5-i verəcək çıxışa, siləcək. 2-ni verəcək çıxışa, siləcək. Bu əməliyyat odur. Başa düşdünüz? Nə qədər ki stack boş deyil, elementi çıxışa ver, sil. Hansı elementdən hansı elementə gedəcək? Ən sonuncu əlavə elədiyindən ilk əlavə elədiyinə qədər. Bunu başa düşdük. Stack'i gəzmək istəsək belə gəzəcəyik. Stack'i gəzmək belə olur yalnızca. Yəni indeks yoxdur deyə belə gəzə bilərsən ya stack yalnızca. Burada elementi ver demir, sadəcə sil deyir. Mən də nə qədər ki boş deyil sildim. Və ok yaz deyir. Deyir siləndən sonra ok yaz. Yaxşı yazım da. Oku sadəcə məsələdə dediyi üçün yazıram ha, normal yazmam. Deməli back, clear, size, pop, bu nə qədər oldu? 1, 2, 3, 4, 5, 6, bir dəqiqə düzdür. Əgər düzgün yazmışıqsa işləməlidir, yaxşı. Üç dənə okey, 5, 3, 5, 2, 3 dənə okey, 5, 3, 5, 2, okey 7, okey 0 bay. Okey 7, okey 0 bay. Düzdür. Müəllim, burada bütün kodu göstərirəm. Screenshot elədim. Kodu paylaşıram belə. Bir dənə də göstərim kodda nə yazdığımızı. Bax. Məsələ deyir ki, girişdə istədiyin qədər daxil edə bilərsən sözləri. Amma nə vaxt giriş dayanacaq? Hansı sözü görəndə giriş dayanır dedi. Exit sözünü görəndə. Deyir, exit sözünü görəndə bay yaz və proqramı dayandır. Nədir? Bu return 0 nə edir? Müəllim, return 0 Bütün bu proqramı dayandır. komandanın işləməsini təmin eləyir. Yox, tam demədim. Return 0 Bütün kod dayandırır. bütün kodu dayandırır. Komanda sonra push əlavə eləyir. Deyir, əlavə elədikdən sonra okey yaz. Sonra pop deyir, ver sonra sil. Ver sonra sil deyirsə, onu birinci top elədi. Sonra da ki sildik də. Mənim, bəs orada siz yuxarı qayıdıb Dedi. bay nəyə görə yazmısınız siz? Bayın heç mənası yoxdur. Vaylı, bu vaylı. Yox, bay. Bay nə deməkdir bay? Sağ ol deməkdir. Sağ ol. Proqram bitəndə məsələ deyir ki, hani o? Məsələdə deyil də, məsələdə deyil. Özümdən çıxartmıram ki onu. Məsələdə deyir ki, exit yazanda sağollaş bizdən sonra davay getdin. Başa düşdün necə? Sağollaş sonra çıx get. Deyir bay yaz. Mən də onu elədim də. Sadəcə bunun yanında sözləri yazıb, mən sözləri keçirdim proqram dilinə. Push dedi, əlavə elədim. Pop dedi, deyir bax print it is value. Bax bunu deməsəydi sadəcə pop eləyərdik. Amma deyir ki, dəyərini ver. Dəyərini ver desəz top sonra pop. Back deyir ki, sonuncu elementi ver. Bu da back dedi, amma əslində bu back deyil, topun özüdür. Vektorda back deyil, burada da topdur. Size-ı verdim. Clear-i necə clear elədik? Yadınıza salın, necə clear elədik stack-i başdan ayağa? Müəllim deyim. De. Birincisi while verdik, sonra while mörtəzəsində nida SMT, yəni boş olub olmadığını test edirik. Əgər boş deyilsə topu silirik. Yəni pop yazırıq. Aha, nə qədər ki boş deyil, elementi sil. Ay sağ ol, düzdür. Nəsə, kodu paylaşdıq. Sual var uşaqlar kodda. Başa düşdük. Müəllim, mən başa düşdüm. Qaldım deməsin. Başqa, gözləyirəm. Burada neçə nəfərdəyim? Ümumiyyətlə, dəqiqə. Məndən başqa 24 nəfər. Yox, 23 nəfər məndən başqa. Məndən 2 dənə hesab. Ekran. Yaxşı. Davam eləyək.
Çox da çətin məsələ işlətmək istəmirəm. Amma maraqlı məsələ olsun. Deyəsən bugün sadəcə stack keçəcəyik. Çünki bu davamlı ikinci dərsimizdə var bizim. O vaxt keçəcəyik. E məsələsini mötərizələr deyir. Bu düzgün mötərizə ardıcılığıdır yoxsa yox? Gəl baxaq görək. Belə mötərizələr düzgün mötərizədir yoxsa yox? Bir dənə bax. Bu mötərizə bununla gedir. Nə bilim. Bu belə gedir. Müəllim, bu düzgündür. Hə, bax bir dənə. Əgər mötərizələrin sayı düşsə düzgün olur. Hə, deməli düzgün mötərizə ardıcılığı olmaq üçün açılan mötərizələrin sayı bərabər olmalıdır nəyə? Bağlanan mötərizələrin sayına. Düzdür. Düzdür? Deməli, buradan bu niyə səhvdir sizcə? Niyə səhvdir bu? Çünki Ən başdakı mötərizə bağlanmır ya da yəni Müəllim, düzdür, bir düzdür. mötərizə həlqə Y məsələsi. Necə? Tam işləmədim. Y məsələsi. Bu D, yox, bu E məsələsidir. D yox, özüm bilərək D-ni keçdim. E-ni edirəm. Hə. Yeni mən deyirdim. Bax bu nəsə davam edir. Bu səhv mötərizədir. Çünki 2 dənə açılan var, bir dənə bağlanan var. Yaxşı. Deməli, sizcə bunu necə yaza bilərsiniz? Şərt nə olsa yes olar, nə vaxt nə olar? Əgər nə olsa yes, nə olsa no. Deyə bilərsiniz. Deyim. Açılan mötərizələrlə bağlanan mötərizələrin sayı bərabər olsa, Yes, hə? Əgər ən bərabər olmasalar mı? bərabər olmasa nə olur? Burada neçə dənə açılan mötərizə var? 3, Neçə dənə bağlanan var? 3. Yes-dir burada. Amma Açılan üstə baxlamam. ilk başlayanda açılanla başlamalıdır. Dəqiqə. Neçə dənə açılan var? 2. Neçə dənə bağlanan var? Yox, Yox, neçə dənə? 2 dənədir, hə? Neçə dənə Üç. açılan var? 3 dənə var, hə? Neçə dənə bağlanan? 3 dənə var. 3. Açılanla başlayıb bağlananla bitib. Bu yes-dir yoxsa no-dur? No. 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 Düşünün görək. Bax bu deyirəm. Müəllim, bu son yazdığınız da nodur. Biri İstəklə yardım edə bilərsə, bax bunun həlli Müəllim, istəksizdir. bəs niyə oldu? Birincidə 3 də açıq, 3 də bağlı, ikincidə də 3 də açıq, 3 də bağlı. Hə, amma cavab no-dur. Çünki nəyə görə? Yəni məsələdə demir ki, açılanla bağlanan sayı eyni olsun. Məsələdə deyir ki, düzgün mötərizə ardıcılığı olsun. Mən onda razıyam ki, bax. Başa düşdüm. Mən onda razıyam ki, açılanla bağlanan mötərizəsi fərqlidirsə, cavab mütləq nə olmalıdır? Fərqlidirsə sayı. No. No. Hə, orası mütləqdir. Amma eyni olanda yes də ola bilər, no da ola bilər. Düzdür? Bu deməli Bir düşmüş də ki, bağlananla başlasa da nə olur? hə. Səhv eləmirəmsə bu mən 9-cu sinifdə olanda, 8-də olanda mı bir yarışa düşmüşdüm mən 8-ci sinifdə olanda. Respublika final deyildi, amma komanda yarışı kimi bir dənə yarış eləmişdilər. Hə. Onu deyəsən tapa bilmişdim mən 8 olanda. Hə. Stəksiz yazmaq olur ha. Stəksiz həlli var əslində bunun. Stəksiz, hə, stəkə ehtiyac yoxdur əslində bu məsələdə. Stəksiz yazacaq bu məsələnin həllini. Çox sadədir əslində. Biraz düşünün. Maraqlı bir dənə həll baxın tapa bilərsiniz. Vaxt verirəm. Müəllim, matrixlərdən istifadə eləyəcəyik. Nə istənsə istifadə elə. İdeal nədir? İstədiyindən istifadə edə bilərsən. Stack ola da bilər, olmaya da bilər, massiv vektor ola da bilər, olmaya da bilər. Heç bir limit qoymuram. Sadəcə həlli düşünməyə çalışın. Bax, niyə no hal oldu? Ki belə düşünək. Niyə məhz burada no hal oldu? Nəyə görə? Sübut edə bilərsiniz. Niyə görə? Baxanda tamam, baxanda deyirsən no'dur, amma nəyə görə no dedin? Peki müəllim, burada ortada olan iki dənəsi bir-birinə tərəf baxsaydı yes olacaqdı. Ay sol, bax, belə düşün. Bir dəqiqə bax. Bu nə oldu? Bu açıldı. Bu nə oldu? Bu bağlandı. Bunlar əl-elə verdi, getdi cüt olaraq. Düzdür? Başa düşdünüz sözümü? Bax, bu açıldı, o da bağlandı. Bir-birini tapdılar bu cütlər. Düzdür? Getdilər bunlar.
Baxıram, bu bağlandı. Heç elə şey ola bilər. Cüt getdi, yeni başlayan olmalıdır. Yeni başlayan mütləq açılan olmalıdır cüt gedəndən sonra, düzdür? Buna Bəli. bu deyil, bu bağlandı. Bu kimi bağlayır? Bu kimi bağlayır? Heç kim açılmayıb ki, bu gedib bağlasın. Heç kimi bağlamır. Səhvdir. Ya da ki, bu düzdür ya səhvdir? Bu düzdür. Düzdür. Bax, açıldı, açıldı, açıldı. Bağlandı. Bu kimi bağlayır? Bax, bağlanan bir dənə sözümü diqqət eləyin. Bağlanan mötərizə ilk açılan mötərizəni bağlayır, yoxsa son açılan mötərizəni bağlayır? İlk açılanı. İlk bağlanan ilk Bir dəqiqə, açılanı. bax, bax. Bağlanan mötərizə, buradakı bağlanan mötərizə ilk açılan mötərizəni bağlayır, yoxsa son açılan mötərizəni Son bağlayır? son son. Başqa kim nə demək istəyir? İlk yoxsa son? Son. Bax, Son. bu mötərizə hansını bağladı? İlk budur, son budur. Sonu. Son. Bax, bağlanan mötərizə ilk bağlanan belə deməyim ki, hə. Bağlanan mötərizə buna ən yaxın olan açılan mötərizəni bağladı. Bir dəqiqə. Hə də hə. Bağlanan mötərizə buna ən yaxın olan açılan mötərizə bunu bağladı. Bunu bağladısa, mən bunu silə bilərəm elə bil ki. Bura bax indi, burada da bağlanan mötərizə var. Amma bu sonuncu açılan mötərizə bir-birini tapıb deyə, artıq bu kimi bağlayacaq. Elə bil ki, hələ elə bil ki, getməmiş, cüt olmamış. De bunu. Bu gedəcək bunu. Çünki nəyə görə bunu bağlamadı? Bunu onsuz da bağlayan bağlayıb da, düzdür? Bunu bağlayan bağlayıb çoxdan. Bu bunu bağlamalıdır artıq. Başa düşürsünüz? İndi belə deyim də, ideyası nə idi? Açılan mötərizə son bağlanan mötərizəni bağlayır. Yaxşı. Müəllim bir şey deyə bilərəm. De. Əgər biz belə eləyə bilərik ki, birinci açılan mötərizə və ilk bağlanan mötərizəni bir götürək, sonra onları silək və eyni prosesi davam elətdirək. Düz deyil. Nəyə görə düz deyil? Bax. Bu düzdür ya səhvdir uşaqlar? Düzdür müəllim. Sən dediyin kimi eləsən? Düzdür. Birinci onu ikisini də silirik, sonra da o birisi ikisini silirik. Başa düşdün? Bəli, başa düşdüm. Səhv olduğunu. Deməli, ilk açılan mötərizə məcbur deyil ki, burada bağlansın. Bəlkə bu burada bitib söhbət. Bəlkə söhbət burada bitib. Bu başqa şeydir. Bəli, də ilk bağlanan. Yox, sən dediyin səhv oldu axı. Deyirəm ki, ilk açılan son bağlananla üstə düşmür axı burada. Bu bunu İlk bağlayır. açılan ilk bağlananla müəllim. İlk açılan ilk bağlanan da düşə bilmir. Məsələn, burada bax. İlk açılan ilk bağlanan necə düşsün? İlk açılan budur, ilk bağlanan budur. Mhm. Amma bu bundan düşmədi axı. Bu bundan düşdü. Gərək yan-yana olsunlar. Yəni də hə, gərək yan-yana olsun. Hə. Bəli, bildim. Başa düşdün? Ki, bəzən elə olur, bəzən belə olur. İndi girişdən asılı olaraq dəyişir. Bəli, başa düşdüm. Hə. Yaxşı, belə bir söz deyək, rahat həllə qaçaq. Bir dənə söz deyim. Əvvəldən oxumağa çalışın. Bax, mən əvvəldən yazım, mən əvvəldən yazdıqda siz deyin ki, bu düz ola bilər, ya səhv ola bilər. Məsələn, mən yazıram. Bu daha bundan sonra mən axırını necə gəldi düzəltsəm, ən yaxşı şəkildə düzəltsəm, bu düz ola bilər daha bundan sonra, yoxsa Xeyr, yox. səhvdir. Hər cürə səhv. Bax, hamı razıdır. Bu bundan sonra mütləq səhv olar. Əgər axırına nə də yazmağından asılı olmayaraq. Hə? Nəyə görə elə dedin? Bəli, çünki bir dənə başlayıb, iki dənə bitmək var. Hə, yəni 2 dənə başlayıb 3 dənə bitib, düzdür? Ona görə 2 dənə başlayıb 3 dənə bitibsə, bunun axırına nə gəldi yazsam da fərqi yoxdur, mütləq səhv olacaq. Çünki bunun əvvəlində necələr korlayıb hər şey. Başa düşdünüz? Əvvəlində onsuz da hər şey korlanıb. Qaldı ki, axırını düzəldə bilmərəm. Yaxşı. Bunun axırına necə gəldi yazsam, düz olar yoxsa səhv olar? İstədiyim şeyi yaza bilərəm axırına. Bu düz ola bilər sizcə? Hayır ben. Ya bax, düz ola bilər. Təkcə bunu özü demirəm. Bunun Düz ola bilər, bəli. axırına 4 dənə bağlanan yazsam düz ola bilər də, düzdür? Bəli. Mən axırını bilmirəm, əvvəlini bilirəm. Elə bil ki, belə baxıram. Əvvəldən oxuya-oxuya gedirəm. Əvvəldən oxuya-oxuya getdikcə bu düz ola bilər ya səhv ola bilər soruşuram. Səhv ola bilər nə vaxt deyirəm? Əgər yağ dedizəyə nəyin sayı nədən çox olsa. Bağlanan say aslandan. Hə, bax, teması budur. Soldan sağa oxuyaraq gedirəm. Əgər hər hansı bir yerdə bağlananın sayı açılanın sayından çox olsa,
Nədir cavab? No-dur. Əvvəldən ha. Niyə əvvəldən deyirəm? Çünki belə bir şey olsa, bu düzgün ola bilər. Düzdür, bax, səhv də ola bilər, düzgün də ola bilər. Məsələn, gəl bir nümunə yazın. Düz ola bilər sizcə bunun? Axırına nə gəldi yazsam, düz ola bilər? Sözümü anlayırsınız ümumiyyətlə dediyimi? Bax, başlanğıcda açılan mötərizə gördüm. Açılan mötərizə gördüm. Heç ola bilərmi ki, bu düzgün mötərizə ardıcılığı olsun? Amma yerdə qalan nöqtələri bilmirəm. Nöqtələrin sayını bilmirəm, nöqtələrin sayını bilmirəm. Ola bilər, düzdür də, ola bilər də. Bir dənə də açılan mötərizə gördüm. Bu düzgün mötərizə ardıcılığı ola bilər? Yoxsa mütləq səhvdir? Mütləq səhv deyə bilmərəm axı mən buna. Ola bilər. Ola bilər. İndi bir dənə bağlanan mötərizə ardıcılığı gördüm. İki açılan bir bağlanan. Bu düzgün ola bilər? Bəli, mənim üçün ki, hələ bir dənə açığımız var. Ay sağ ol. Bəs indi söhbət bitdisə, bütün string bitdi burada, deyə bitdi. Bu düzgün olar, olmaz, artıq burada bitdi 100%. Yox. Olmaz çünki bağlananı yoxdur. Hə, çünki söhbəti bitirəndə, bütün stringi bitirəndə hansı qaydaya baxıram? Əgər bunların sayı nə olsa, yes yazıram, eyni olsa. Bax, bir dənə stringin axırında nə yazıram? Bunların sayı eynidirsə yes, yoxsa no. Amma stringi gəzdikcə, soldan sağa stringi gəzdikcə nə deyəcəm? Həmişə, bütün hallarda nə olmalıdır? Açılanın sayı, bağlanan sayına böyük bərabər olmalıdır. Düzdür? Həllimi sözdə başa düşdünüz? Sözdə dediyim həlli. Yəni, kodu yazmamışım hələ. Kim başa düşdü dediyimi, demək istədiyimi? Soldan belə baxıram. Açılanın sayı, bağlanan sayına böyük bərabər olduqca davam edirəm. Amma bağlanan sayı böyükdürsə, səhvdir. Bağlanan sayı böyük olanda səhvdir. Axırda da nəyi yoxlamalıyam string bitəndə? Stringi qutaranda yoxlamalıyam ki, sayı eynidirsə yes, eyni deyilsə no. İndi onu yazacaq sadəcə. Bir dəqiqə. Müəllim, tənəffüs nə vaxt olacaq? Daha bura qədər gəlmişik, tənəffüs olmadan dərsi qutaracağıq. Olsa, Burada dərs bitir. demirəm bunu işləyəndən sonra dərs bitir. Amma ümumiyyətlə də yəni daha 1 saata qədər gəlmişik, tənəffüs olmayacaq. Tənəffüs elə bil ki 2 günlük olacaq da, elə deyim. Yəni bu dərsdən sonra bir də dərsə qoşulmayacaq. Sözümü deyəmədim, amma başa düşdünüz yəqin nə demək istədiyimi. Hər nəsə. Ki, daxil eləyək. Stəkə ehtiyac yoxdur. Deməli, belə deyəcəm. Gəzirəm. Açılanla bağlanan. Açılan x deyim. Bağlanan y deyim. Əgər a-i açılandısa. Size yəni ki, ölçü. Ay sağ ol, hə. Bir də bunu zayıfqa qoyayım. Mesela ekran gedir. Səbirli olun. Hə. If əgər nə olsa, kimin sayı kimdən çox olsa nə oldu cavab? Yanlışdır. Kim kimdən çox olan cavab yanlış olur əvvəldən baxdıqca. Bağlı açıqdan. Yəni kim kimdən? Hərf olaraq deyil. Y x-dən deyəsən. Hə, y x-dən böyük olsa cavab yanlışdır. Mən buna belə deyəcəm, string a isə cavab yes-dir. İndi yes necə yazılır orada? Cavab yes-dir. Yanlış ki, nodur da. Bax, hansı bağlanandı, hansı açılandı bunlardan? X-dən y-də. Y bağlanandı, x açılan. Hə, sonra x açılan, y bağlanan. Bağlananın sayı açılan sayından çox olsa, bax, əvvəldə baxdıqca bağlanan sayı açılan sayından çox olsa, daha bundan sonra bunun axırında nə olsa da bu mütləq səhv olacaq da, düzdür? Çünki əvvəlində olsa səhv var mütləq. Hə. Answerdir və answerdə cavabdır. Hə, cavab nodur. Anısını mən cavab olaraq götürmüşəm. String bitəndə kimi sayı kimə nə olmalıdır? Olmasa nə oldu? Bütün stringi bitirmişəmsə. İlk dediyiniz tema nə idi sizin? Kim kimə nə olanda yes, no demişdiniz ilk məsələyə başlayanda. Burada 2 dənə var, burada 1 dənə var. Yəni, bərabərlik, başa düşdünüz, bərabərlik də. Niyə bərabərlik yazıram? Çünki mən istəyirəm ki, bütün məsələ boyunca nə olsun? X, y-dən böyük bərabər olsun.
Mən istəyirəm ki, soldan sağa baxdıqca həmişə açılan sayı bağlanan sayla böyük bərabər olsun. Onu istəyirəm. Amma stringi bitirdimsə, mütləq nə olmalıdır bunlar? Bərabər. Bax, string bitibsə, mütləq bunlar bərabər olmalıdır ki, cavab yes olsun da, hə? Fərqlidirsə, burası asandır yəqin. Bərabəri özünüz də demişdiniz. Fərqlidirsə no, sonra cavab answer. Cavab nə vaxt düz verəcək? Əgər soldan sağa baxdıqca həmişə açılanın sayı bağlanan sayla böyük bərabər olsa və axırda da sayları eyni olsa. Deməli, bu nə deməkdir? Düzgün mötərizə ardıcıllığıdır. Yəni, düzgün halı tapmaq üçün səhv halları tapıb nolları yazıram. Yerdə qalır sadəcə bir dənə düzgün hallar. Yəni, bir dənə dediyim, yəni bir düzgün hallar. Səhv halları no yazandan sonra yes hal. Elə. Yoxlayaq görək. Həlli əslində asandır, stəkə ehtiyac yox idi. Yəqin ki də başa düşdünüz. Kodu belə paylaşmıyorum, kodu link olaraq qoyum. Müəllim Fariq sizə sual vermək istəyir. Fərq ver. Demə çətə bax. Sualı soruş elə. Sual yəni ki cavabı çıxışa verir. Harda nə yazmışam? Siyahut nə? Siyahut hə, cavabı çıxışa verdi. Ansanın başlanğıc qiymətini yes demişəm. Əgər nə olar, bu hallara girməsə, bu hallar nədir? Yanlış hallardır. Yanlış hallara girməsə, axırda deməli doğru cavabım qalıb da. Cavab əvvəlcədən doğru fikirləşmişəm. Əgər yanlış hallara girməyibsə, cavabım hələ də doğru olaraq qalıb. Elə düşünmüşəm. Hə. Keçək if məsələsini. If də yeni kopyasıdır elə. İndi burada mötərizə ardıcılığı, bax ki, 3 cür mötərizə var. Yumru mötərizə, kvadrat mötərizə, deyirlər bəzəli mötərizə. Deyir, bu düzgün mötərizə ardıcılığıdır, yoxsa yox. Məsələn, bax yazıram. Bu düzgün mötərizə ardıcılığıdır. Xeyr. Çünki bu yumrudur, bu kvadratdır. Bu öz tayı deyil, düzdür? Yaxşı, bəs bu Düzgündür. düzgündür. Şərti başa düşdüyü nə deyir? Amma burada 3 cür mötərizə var. Bax, burada necə yaza bilərik? 3 cür mötərizə də artıq burada. Müəllim, o kodları həll xüsusunda keçərli eləyərik. Çox əla fikirdir, amma səhv olar. Niyə səhv olar? Bax, bir şey deyəcəm. Bir dəqiqə. Niyə səhv olar? Bax, bir dəqiqə bir şey deyim. Belə. Bu düzdür ya səhvdir? Səhv. Səhvdir. Hər üç üçün desəydim, açılan, bağlanan, düzdür. Nə bilim, açılan, bağlanan, düzdür. Kvadrat mötərizələr nə üçün lazımdır? Bax, lazımlığın başını bıraq. Məsələdə deyir ki, 3 cür mötərizə var. Heç biri lazım deyil. Sadəcə deyir ki, mötərizələrdən 3 cür var. Heç biri lazım deyil. Elə belə məsələdə deyir ki, bu mötərizələrin növləridir sadəcə. Əgər biaqçı məsələni, biaqçı kodumuzu hər üçü, elə ki, 3 dəfə təkrar yazsaydıq, məsəl üçün, biaqçı kodumuzda yazsaydı ki, bu açılan mötərizə və bağlanan mötərizə, yumru olaraq, kvadrat olaraq, bəzəkli buna deyirəm də. Burada yes halı olacaqdı. Amma normalda burada no cavabıdır. Burada nə yes olacaqdı? Çünki buna bax, açılan, bağlanan, açılan, bağlanan, açılan, bağlanan. İdeya cəhətdən düzdür. Amma bu bağlanan kimi bağlayıb? Bu kvadratı, yox, bu kvadratı bağlamalı deyildi axı. Bu kimi bağlamalı idi? Özünü bağlamalı idi. Çatdı. Biaqçının 3 dəfə təkrarını yazsaydım hər bir mötərizə növü üçün. Bu səhv olacaqdı da, tam keçməyəcəkdi 100 bal. Çünki nəyə görə? Burada cavab nə oldu? Amma biaqçı həllimizə əsasən yes olacaqdı. Çünki açılan bağlanandır da. Hə, başa düşdünüz niyə biaqçının 3 dənə kopyası səhv keçəcək?
Müəllim, Hə. sonra niyə burada nə verir ki? Burada açılıb bağlanır hamısı. Burada deyək, birincisi açılır, sonra bağlanır, ikincisi də açılır, bağlanır, üçüncüsü də açılır, bağlanır. Aslında nə Bağlanır, amma bu bağlanan onu bağlamır da. Yəni bu mən kvadrat açmışam. Bəzəkli mötərizəni bağlamışam. Bu səhvdir. Deyir ki, gərək açılan bağlanan eyni tipdə olsun. Deməli bir sənəyə tapmalıyam. Mən bu bağlanan mötərizə ilə kimi bağlayıram? Bu bağlanan mötərizə kimi bağlamalıyam əslində. Bunu bax bir az soruşmuşdum. Bu bağlanan mötərizə ilk açılanı bağlayır, yoxsa sonu indiyə qədər son açılanı bağlayır, sonra yoxsa ilk açılanı bağlayır bağlanan mötərizə? Bir də qəribə dedim, məsəl üçün bax buradakı bağlanan mötərizə ilk açılanı bağlayır, yoxsa indiyə qədər son açılanı bağlayır? Son açılanı. Deməli belə deyək, ilk bağlanan mötərizə son açılanı bağlayır. Hə? Biraz qəribə çıxır. Yəni məntiq olaraq indi düz deyə burada məsələn belə bir şey olsaydı, son açılan bu deməyəcəm. Son açılan bu deyil. Çünki nəyə görə? Mən əvvəldən baxıram. Əvvəldən baxanda bura gələndə, bax bura gələndə son açılan bu olur. Son açılan bu olmur. Bu düzdür. Bax bu yesdir, düzdür. Bu yesdir. Amma bura qədər gəlsən, bura qədər gələndə son açılan bu olur deyə. Elə. Belə eləyək. Burada stackdən istifadə edəcəyik. Stackdən necə istifadə edəcəm? Açılan mötərizələri stack əlavə eləyək. Hansıda açılan mötərizələri stack əlavə elə? Bu. Sonra bu. Bu. Əlavə elədim. Stackdə top hansı limitdir? İlk bunu əlavə elədimsə, sonuncu bunu əlavə elədimsə, top hansı limitdir stackdə? Sonuncu budursa, top hansı limitdir stackdə? Bəzəkli. Bəzəkli deyil, bu mötərizədir. Ay sağ ol, bu mötərizə topdur. Çünki sonuncu bunu əlavə elədim. Nə deyir? İndi nə hansı mötərizəni gördüm? Bağlanan. Mən dedim açılanları əlavə eləyə, bağlananda eləyə. Bağlananda görürəm ki, bağlanan mötərizədir. Bax. Bağlanan mötərizə stackin ilk elementindən yoxsa top elementi ilə cütləşir? Hə? Top elementi. Top elementindən. Top elementindən bir yerdə cüt oldu. Əl-elə verdi, getdi bunlar. Sonra bağlanan mötərizə görürəm. Bu ilk elementindən top elementindən ilk elementi tapa bilmirəm o stackin. Top elementi ilə. Başa düşürsünüz nə edirik? Hansı elementləri stack əlavə edirəm? Açılanı yoxsa bağlananı? Stack əlavə elədiklərim nə idi? Müəllim, ilk element yəni ki başlanğıcda, amma top element axırında. Yox, başlanğıc elementi tapa bilmirəm stackdə. Axırıncı elementi topla tapıram. Başlanğıcı tapa bilmirəm. Stackə bax ideyası budur. Stackə açılan elementləri əlavə edirəm. Bağlananda isə if-lə soruşuram. Mən topu bağlayıram. Amma topu tipi bunun tipi ilə eyni olmalıdır. Topun tipi bunun tipi ilə eyni olmalıdır və stack boş olmamalıdır. Bax təsəvvür et ki, buna bax. Burada cavab yes-dir yoxsa no-dur? Burada. Bu artıqdır. No-dur, düzdür? Bu artıqdır da. Bu üçü bir-birinə bağladı. Stack boşdur artıq. Bax stack budur, boşdur. Stack boşdur, mən burada bağlanan mötərizə görürəm. Əgər mən indi bağlanan mötərizə görürəmsə, stack boşdursa, cavabı yes olar yoxsa no olar? Bu kimi bağlayacaq. Bax, bu kimi bağlayır. Heç kimi. Heç kimi. Çünki bu bunu bağlayır, baxın, bu bunu bağlayır. Bu heç kimi bağlamır. Deməli, bağlanan mötərizə olanda stack boş olmamalıdır, boş olmamalıdır və stackdə olan top element bunun tipi ilə eyni olmalıdır. Aydındır? İndi bunu yazmağa çalışacağıq. Bax, bu açılan mötərizədirsə, budursa və ya bu açılan mötərizədirsə, budursa və ya bu budursa, bunu stackə əlavə edirəm. Stackə char dedim. Niyə char dedim? Bunlar nədir tipi? Chardır da. Hə, stackə əlavə edildikdən sonra əks halda. Əks halda hansı hallardır? Bağlanan hallar. Bağlanan hal olanda stack boş ola bilər sizcə? Stack boş olsa cavab nə olur? Təsəvvür ki, bağlanan mötərizə görürsən, stack boşdur. Stackdə hansı elementlər var? Açılan mötərizələr. Deməli, bu bağlanan mötərizə görəndə açılan mötərizə yoxdursa, deməli, cavab nə olmalıdır? No olmalıdır da, hə? Başa düşdünüzsə, yəqin nə demək istədiyimi. Bir yaxın nümunədə də dedim də. Burada yes no-nu balaca yazıb. Yes no-nu məsələdə balaca yazmışdım. Mən də yes no-nu balaca yazdım. Stack boşdursa, answer edirəm no və break edirəm. Break onsuz da no-dur da cavab. Davam eləmək ehtiyac yoxdur. Break nədir? Fordan çıxıram. Əgər stop
Bax, bunların tipinin eyni olduğunu yoxlamaq istəyirəm. Eyni olduğunu necə yoxlaya bilərəm? Əgər indi olan element, yox, gözlə. Əgər stop yumru açılandısa və bu da yumru bağlanandısa, bu doğrudur ya yanlışdır? Doğrudur yoxsa Doğru. yanlış? Doğrudur. Doğrudursa neyniyim? Stopu silim. Necə silim? Bunlar getdi də bir-birinə. Bir-birinə gedirsə, deməli stackdən silməliyəm mən bunu. Silmək nə idi? Top yox. Bunun kopya adı nə idi? O birisi adı. Silmək nə idi? P ilə başlayırdı. Stop. Sonra if əgər stop kvadratdırsa, bu da kvadrat bağlanandısa, sil getsin. Sonra bu başa düşdünüz, yəni söhbət necə işləyir? Əks halda nə olur sizcə? Bir dəqiqə, burada else yazın, burada else yazın, burada else yazın. Qoy özü başa düşsün. Bu 3 hala girməsə, 3 hal nədir? Bu 3 hal doğru haldır. Bu 3 hala girməsə, deməli yerdə bilsən nə hal qalır? Açılan tipi fərqlidir bağlanan tipindən. Başa düşdünüz hansı hal qalır yerdə? Çünki eyni hallar budur. Eyni hallardan başqa digər hallar fərqli hallardır. Onda cavab yes olar, yoxsa nə olar? Nə olar? Və break verə bilərəm də proqrama, elə ki, foru qutarım. Və axırda... Break yəni fordan... Aysol, hə, fordan çıxalım. Axırda belə bir şey yazıyor, forum mötəzəsi budur. Axırda nə demişdik biyaxçı məsələdə? Kimin, nə olanda, biyaxçı məsələdə yadınıza salın. Axırda bir dənə hal demişdimi? Məsələn, fordan çıxandan sonra nə dedim? Sayları nə olsa bunların, bərabər olsa demişdim, düzdür? Stackdə hansı mötəzələr var stackdə? Açılan yoxsa bağlanan, bir də deyin. Hansı mötəzələr var idi stackdə? Açılan yoxsa bağlanan? Açılan. Açılan. Stackdə hələ bağlamadığımız açılan mötəzələr var. Düzmü dedim uşaqlar? Bax, stackdə hələ bağlamadığımız açılan mötəzələr var. Çünki bütün açılan mötəzələr yoxdur da, bağlamadığımız. Çünki bağlayanda mən nə edirəm? Silirəm. Başa düşdünüz? Stackdə hələ bağlamadığımız açılan mötəzələr var. Bir dənə də yazın bunu. Stackdə hələ bağlamadığımız açılanlar var. Onda bütün fordan sonra stack boş olmalıdır yoxsa yox? Bütün fordan sonra stack nə olmalıdır? Boş. Aha, deməli boş deyilsə cavab nədir? Boş deyilsə cavab nə olur? Başa düşdünüz? İndi cavabı çıxır. Burada nə oldu? Çünki bu səhv idi, sonuncu bağlanan. Onu düz olan halını yazım. Burada geçdi çünki hamı bir-birini eyni temasını bağlayıb, eyni tipini bağlayıb, elə deyil. Müəllim, əvvəlki kopya eləmişsiniz, nə oldu? Çünki axırdakı... Hə, bax, bir də deyirəm, açılanları əlavə edirəm stackə. Əgər stack boşdursa, bu bağlanan mötərizə heç bir açılan mötərizəni bağlamır. Bağlanan mötərizə artıqdır. Bu o deməkdir bu if halı. Bağlanan mötərizə artıqdır. Çünki açılan mötərizə deyil. Bax, yoxsa eyni tipləri bağladım. Bu tipləri eynidir bağladım. Tipləri eynidir bağladım. Tiplər eynidir bağladım. Yoxsa açılan tipi bağlanan tipindən fərqlisə cavab yanlışdır. Stack vektordan çıxandan sonra, fordan çıxandan sonra gələ bu boş olmalıdır. Boş deyilsə, deməli, hələ açılan mötərizə var, amma bağlanmayıb. Elə şey olsa səhvdir də. Aydındır. Kodu başa düşdük uşaqlar. Çətin ola bilər, amma çalışdığım şey başa sala bilək. Baxacam, o əl qaldırma düyməsini basın. Kim başa düşdüysə. Əla. Elə bugün təkcə stack'i deyə bildik. Sual var uşaqlar işlədiyimiz məsələlərdən. Davamını 2 gün sonra işləyərik. Növbəti mövzunu 2 gün sonra keçərik işləyib. Tamam onda. Bugünü bu qədər. Sualınız yoxdursa sağ olun uşaqlar. Sağ olun. Sağ olun.